Salam dostlar, bugünkü videoda sizə çox maraqlı və faydalı bir mövzudan danışacağam. Dünyanın ən çox yumurta verən toyuq cinsləri hansılardır? Əgər siz də toyuq saxlamaqla maraqlanırsınızsa, həm öz ehtiyacınızı qarşılamaq, həm də gəlir qazanmaq istəyirsinizsə, bu video sizə çox dəyərli məlumatlar verəcək. Çünki bu videoda mən sizə yalnız cinslərin adını yox, onların xassiyyətini, üstünlüklərini, yumurtlama tempini, iqlimə uyğunlaşmasını və real təcrübələrdə necə nəticə verdiyini izah edəcəm. Hazırsınızsa başlayaq. Başlamamışdan öncə kanala abunə olun, videonu bəyənin və fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Bunlar həqiqətən də bizim kanal üçün çox önəmlidir, çox vacibdir. Ümid edirəm ki, bizim kanala dəstək olacaqsınız. İndidən hər birinizə dərin təşəkkürlər. Gəlin sizə ilk öncə zəhmətkeş bir cins olan liqorinlərdən danışım. Liqorin toyuqları dünyanın ən məşhur ağ yumurta verən cinsidir. Bu cinsin tarixi İtaliyanın Livorno şəhərinə qədər gedib çıxır. Hətta Liqorin adı da Livorno sözünün ingiliscə formasıdır. Liqorinlər ildə 280-dən 320-yə qədər yumurta verir. Yəni təxminən hər gün bu bir yumurta deməkdir. Yumurtaları ağ və parlaq qabıqlı olur. Bu toyuqlar çox enerjilidir, hərəkəti sevir. Daim yer axtarırlar ki, yumurta versinlər. Yem tapmaq üçün torpağı qazır, eşirlər. Bir maraqlı faktı da deyim sizlərə. Liqorin toyuqları az yeyib çox yumurta verir. Yəni 1 kiloqram yemə qarşılıq 18-20 ədəd yumurta verə bilirlər. Bu iqtisadi baxımdan həqiqətən də çox sərfəlidir. Bir çox sənaye fermalarında, supermarketlərdə satılan ağ yumurtaların böyük hissəsi məhz Liqorin toyuqlarından gəlir. Liqorinlərin yeganə çətin tərəfi odur ki, soyuq havalarda biraz məhsuldarlıq aşağı düşür. Ona görə də isti və ya mülayim iqlimdə saxlamaq daha məqsədə uyğundur. Bir digər yumurta məhsuldarlığı yüksək olan toyuq cinsi isə Lohmann Brownlardır. Bu toyuq cinsi Almaniya mənşəlidir. Bu cins həm gözəl görünüşə, həm də çox sabit yumurta istehsalına malikdir. İldə 320-340 arası yumurta verir. Və bu çox yüksək göstəricidir həqiqətən də. Yumurtaları açıq qəhvəyi rəngdədir, orta ölçülü və qalın qabıqlı olur. Bu da onu göstərir ki, yumurtalar uzun müddət saxlanmaq üçün yararlıdır. Lohmann Brown cinsinin ən gözəl xüsusiyyətlərindən biri sakit xasiyyətli olmasıdır. Yem baxımından qənaətçildirlər. Az yemlə də çox nəticə verirlər. Hətta bəzən deyirlər ki, Lohmann Brown toyuqları saat kimi işləyir. Çünki onlar hər gün eyni vaxtda yumurtlayır. Bu da yəqin ki, onların Alman mənşəli olmağının sübutudur. Onu da deyim ki, bu cins həm xəstəliklərə qarşı çox dözümlüdür. Quruma, ishal və digər respirator xəstəliklər kimi problemlər az müşahidə olunur. Əgər ilk dəfə toyuq saxlayırsansa, onda Lohmann Brownla başlamaq ən ideal olar. Bir digər cins isə Amerika Birləşmiş Ştatlarında yaradılmış hibrid bir cins olan Highline Browndur. Dünyada sənaye və ev təsərrüfatlarında ən çox istifadə edilən toyuqlardandır. Highline Brown toyuqları ildə 330-350 yumurta verir. Yəni hər gün bir dənə. Bu cinsin yumurtaları açıq qəhvəyi rəngdə olur və çox bərabər ölçülüdür. Onların ən mühüm üstünlüyü davamlılığı və dözümlülüyüdür. İsti, soyuq, rütubətli hava fərq etmir. Məhsuldarlıq həmişə sabit qalır. Həmçinin bu toyuqlar 18 həftəlik yaşda yumurta verməyə başlayırlar. Yəni çox erkən yetkinləşirlər. Maraqlı bir fakt isə Highline Brown toyuqları çox az səs çıxarırlar. Əgər düşünürsünüzsə, qonşularınız toyuqların səsindən narahat olursa, onda bu cinsi seçmək sizlər üçün ideal olacaqdır. Onu da deyim ki, bu cins həmçinin gigiyenik şəraitdə saxlanıldıqda 2-3 il boyunca sabit yumurta istehsalını qoruyur. Buna digər cinslərdə çox nadir rast gəlinir. Bir digər yumurta məhsuldarlığı yüksək olan cins isə Isa Browndur. Isa Brown Fransada yaradılmış çox məşhur bir yumurta toyuq cinsidir. Adındakı Isa Institut de Selection Animal adlı Fransız seleksiya institutunun adıdır. Isa Brown toyuqları ildə 300-320 arası qəhvə yumurta verir. Yumurtalarının qabığı qalın olur. Bu da daşınma zamanı sınma ehtimalını azaldır. Bu toyuqlar çox sakit və dost canlıdır. Hətta bəzi sahibləri onları ev quşu kimi saxlayır. Çünki insanla təmasdan qorxmurlar və yem yeyərkən əlindən yem götürürlər. Isa Brown həmçinin az xəstələnən və tez bərpa olunan cinsdir.
Yəni bir dəfə zəifləsə də yemini düzəldəndə tez özünə gəlir. Əgər həm məhsuldarlıq, həm də davranış baxımından balanslı bir cins axtarırsansa, İsa Braun sizin üçün əla seçimdir. Bir digər toyuq cinsi isə Azərbaycanda çox məşhur olan Avstralop toyuq cinsidir. Bu cins həm ətlik, həm yumurtalıq üçün ideal seçimdir. Ən çox tanınan xüsusiyyəti isə rekordudur. Yəni bu toyuq bir il ərzində 364 yumurta verir. Yəni hər günə tamı-tamına bir yumurta. Lələkləri ağ-qara rəngdədir, amma günəş işığında yaşıl və mavi parıltı verir. Çox gözəl, zərif görünür. Avstraloplar sakit təbiətlidirlər. Yəni asan idarə olunan, qorxaq olmayan toyuqlardır. İqlimə çox tez uyğunlaşır. Həm soyuğa, həm də istiyə dözür. Yemə qarşı da çox qənaətcildir. Onu bilirəm ki, Avstraloplar Azərbaycanda çox saxlanılır. Saxlayanlar zəhmət olmasa rəy bölməsində onların yumurta məhsuldarlığı haqqında, ət məhsuldarlıqları haqqında fikirlərini bizimlə bölüşsələr əla olar. Bir digər yumurta məhsuldarlığı yüksək olan toyuq cinsi isə Sussexdir. Bu cinsin tarixi 2000 il əvvələ gedib çatır. İngilis mənşəli bir toyuq cinsidir. Sussex toyuq cinsləri arasında ən populyar və sevilən cinslərdən biridir. Ətinin ləzzəti, yumurtasının bol olması və sakit xarakteri ilə tanınır. Mənşəyi qədim İngiltərənin Sussex bölgəsinə aiddir. Roma imperiyası dövrünə qədər uzanan çox qədim bir cinsdir. Əsasən fermerlər tərəfindən həm ət, həm də yumurta mənbəyi kimi inkişaf etdirilmişdir. Bu toyuq cinsi illik 200-250 arası yumurta verir. Yumurtasının rəngi ağ və ya açıq krem rənglidir. Yumurta ölçüsü orta və iri ölçüdə olur. Əti çox ləzzətli olur, ətli və yumuşaq olur, sürətlə böyüyür. Sakit və dostcanlı bir toyuq cinsidir. Sussex toyuğu həm yeni başlayanlar, həm də təcrübəli quş yetişdiriciləri üçün mükəmməl bir seçimdir. Həm çoxyönlülüyü, yüksək məhsuldarlığı və xoş xarakteri ilə əsl bir ailə toyuğu kimi tanınır. Əgər həyətinizə sakit, məhsuldar və gözəl bir cins əlavə etmək istəyirsinizsə, Sussex sizin üçün ideal seçim ola bilər. Cerebrist özünə məxsus görünüşü və möhkəmliyi ilə sevilən Rusiyada yaradılmış nadir bir toyuq cinsidir. Adətən Cerebrist Sussex adlandırılsa da, o ayrı bir cins kimi qəbul edilir. Mənşəyi dediyim kimi dostlar Rusiyadır. 20-ci əsrin ortalarında ağır iqlim şəraitinə uyğunlaşmış, məhsuldar bir toyuq yaratmaq məqsədi ilə yaradılmışdır. Onu da deyim ki, bu cins yerli toyuqlarla Sussexlərin qarşılığından əmələ gəlib. İl ərzində 180-220 arası yumurta verir. Yumurtasının rəngi ağ və ya açıq krem rəngli olur. Orta ölçüdə olur yumurtalarının. Ölçüsü əti yağsız, yumuşaq və ləzzətlidir. Çox tez böyüyür və erkən aylarından artıq yumurta qoymağa başlayır. Ümumiyyətlə sakit xarakterlidir, lakin çox həyəcanlı, maraqlı və ətrafı araşdırmağı sevən bir təbiətə malikdir. Stressə davamlıdır və asanlıqla qorxmur. Digər toyuqlarla yaxşı münasibət qurur. Bəzi digər cinslərə nisbətən daha yaxşı uça bilir, ona görə də həyətin yüksək hasarlı olması məsləhətlidir. Bir digər cinsi isə Atax toyuq cinsidir. Mövcud məlumatlara əsasən Atax toyuğu yumurta istehsalı üçün yaradılmışdır. Sənaye və intensiv fermerlik üçün nəzərdə tutulmuş bir hibrid cinsdir. Bu cins il ərzində 300-dən çox yumurta verir. Çox sürətlə inkişaf edirlər və təxminən 18-20 həftəliklərindən artıq yumurta qoymağa başlayırlar. Xarakterləri isə çox enerjili və həyəcanlıdır. Yüksək məhsuldarlıq üçün seçildiyindən kəskin dəyişikliklər və stres onun məhsuldarlığına birbaşa təsir edə bilməz. Buradan bir haşiyə çıxmaq istəyərdim. Atax yumurta maşını kimi başa düşülə bilər. O demək olar ki, hər gün yumurta verir, lakin uzun müddət saxlamaq üçün yararlı deyil. Əgər əsas məqsəd yumurta məhsuldarlığıdırsa, əla seçimdir həqiqətən, lakin daha təbii, uzun ömürlü, çox məqsədli bir cins axtarırsınızsa, Sussex Cerebrist kimi cinslərə üstünlük verməyiniz məsləhətlidir. Hal-hazırda hansı toyuq cinslərini saxlayırsınızsa, onların üstünlüklərini və ya mənfi cəhətlərini rəy bölməsində yazsanız əla olar. Dostlar, videonu artıq burada yekunlaşdırıram. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Kanalımıza abunə olun, videonu bəyənin və fikirlərinizi rəy bölməsində qeyd edin. Allaha əmanət olun, özünüzü qoruyun. Sağ olun.